Amma elə bu kontekstdə bayaq şaxələndi deyildi sözünü siz deyəndə yadıma şah düşdü. Biraz da oxşuyur qafiyə sözüdür. Şahın oğlu deyəsən soyudu bu hadisələrdən. Qorxdu yəni. Belə başa düşdü ki, deyəsən bunluq burada söhbət yoxdur. Özünü soyuduq bir qədər, çəkilib qırağa. Rıza Pəhləvi ki, Məhəmməd Rıza Şahın oğludur. Və o ciddi adam oxşamır. Mənə elə gəlir o ciddi adam deyil. Çox havalandı birdən-birə. Mənə elə təəssürat yaratdı ki, hələ bilirsiniz, heç nə bişməmiş bir boşqab və bir qaşıq əlində götürüb gəlirsənsə ki, mənə oradan ver, deməli bu adam ciddi adam deyil. Amma sizin əlbəttə yorumunuz dədir, onu istəyirəm bilək. Burada bir neçə məsələ vardı. Biri bu şəxsin özünü danışmalıyıq və ikincisi də eşikdə olan faktorlar. Biri bu şəxs olaraq bunda və heç bir istəyi olmayıbdı ki, siyasi işləri görə və bu indi səhv eləməsəmsə 59-un 60 neçə yaşı ki vardı, bu yaşın içərisində $1 özünə məxsus gedib işləyib pul qazanmayıbdı. Bunun bütün yaşayışı o atasından qalmış pulun interestindən, bəhrəsindən buna verilən pulun sahəsində ki, anası onu pulu saxlayır, hesablarına yetişir, onunla yaşayıbdı. Bu birinci. İkincisi, özünün biznesi yoxdur, belə çıxır. $1 bir saatlıq ömründə işləməyibdi. Bu ömür boyu bu ağanın rezuməsidir. Yəni, deyəməsən bir şokolad aldım, $1 satdım, $1 1 sentə. Bu olmayıbdı. Əgər olsa gərək deyə. Yaxşı, və bu həmişə intiqadlardan, tənqidlərdən biri budur. Yaxşı. İkincisi, bunun nə cür şişdirilməsidir ki, belə bunu böyüdüblər. Püləcək kimi yel vurublar, bu böyüyübdür. Bu problemi birincisi İran özü başlayıb. Cumhur İslamı. Ona görə ki, Cumhur İslamı strateji ki, buradan olubdur həmişə və uğur və həqiqətən də bu bir elə işlərdə uğursuzluğu çox olsa da bir işdə uğur qazanıbdır. O da bu opozisyonun əleyhinə apardığı əməliyyatlardır. İstər içəridə, istər eşikdə. Bütün opozisyon arasına bir fırtına salıb eşikdə, bu onun əleyhinə bir söz deyir, o birisinin əleyhinə heç bir toplam görmərsiniz ki, bir rəyli bir səsli ola. Bu mövzuda həqiqətən uğurlu olub. İran İslam Cumhuriyyəti. O intriga salmaq deyirlər də. Bəli. İkincisi içəridə. İçəridə bu işi necə gördük ki, müxtəlif zamanlardan bu başladı və siz bunu əgər baxsaz, bu səhv eləməsəmsə 5 il bundan qabaq İran İslam televiziyasından bu xəbər çıxdı ki, Rıza Şahın mumiyayı olmuş qəbri tapılıbdır. Və bu qəbri getdilər üstə, televiziyada görsətdilər, müxtəlif proqramlar getdi televiziyada, İrandan qıraqda geçən olan televiziyalarda ki, bizim böyük babamızın mumiyayı bu mumda saxlanılır. Fironlar kimi, Misir Fironlar kimi ki, bunu tapılıbdır və olmalı. Və o gündən bəri biz bir şüarları bu yığıncaqlarda, mitinlərdə daha çox eşidirik. Və ondan da qabaqda var idi, və buna daha çox boya verdi. O da buydu ki, Rıza Şah ruhət şad. Yəni, Rıza Şah ruhun şad olsun. Və bu şüarı İran İslam Təhlükəsizlik Orqanizasyonu yaratmışdı. Ona görə ki, o yığıncaqlarda opozisyon çalışırdı özünü, bu İngilisdə deyir, channelize olsun, bir kanala, bir cığıra düşsün ki,
bir yolu tapa, birləşələr. Və burada bu opozisyon, içəri opozisyon bu sonuncu almışdı ki, bu səs verim, səs verməyim, bu prezident gəlsin, o birisi geçsin, nələr olsun, nələr olmasın, heç birisi yol deyil. Ancaq bir yol var. O da Xamenei'dir ki, manedir burada. Və ona görə onun əleyhinə şüarlar verilirdi. Və bu yığıncağın içərisinə İran Təhlükəsizlik Organizasyonu tərəfindən adamlar yeridilirdi ki, orada birdən çıxıb şüar verdilər, Rıza Şah ruhət şad. Bu senaryonu siz bu tərəfdən baxırsınız, belədir. Eşikdəkilər, şahçılar deyirdi, bax bizi istirlər, 40 il bundan qabaq biz bu ölkədən çıxmışdıq, indi qədrimizi bilirlər. Və bu başlandı hey çoxalmağa. Və bunun əsasında İsraildəki İran içərisində olan demək olar ki, ən dəqiq informasiyalar İsrailin, Musadın əlindədir. Bundan istədi ki, ən ciddi istifadəni eləsin. Xüsusilə İran rejiminə təzyiq gətirmək üçün. Ən böyük fişar altında, məngəni altında bunu saxlamaq üçün. Amma ciddi adam deyil herhalde. Bunu siz görmərsiniz və onun tərəfdarlarının əsasında da siz çoxlu, yəni biz misal üçün müzakirəyə girəsiniz, bir danışığı qabağa aparasınız, çoxlu söyüşlər verərlər, yaman, yovuz, hədsiz dərəcə. Və o şey ki, Rıza Pəhləvi axtarır, bunu Məsud Ənsari, Fərəh ki, Rıza Pəhləvinin anasıdır, Fərəhin xaloğlusu Məsud Ənsari əslində bunun maliyyə hesabçısı olmuşdu. Siz nə deyirdiniz bu hesabçıya? Akkantantə? Mühasib. Mühasib, ay sağ olun. Mühasibi olmuşdu. Birinci gündən ki, İrandan bunlar çıxmışlar qırağa 1979-cu ildən. Və bu müddətdə bu yazıq, bu pulları ki varmış, istər oğurluq ya hər nə özləri ilə ki götürüb aparmışdılar eşiyə, bunların hamısını hesablayıb və bu pulların əsası ilə üçün özü də İranda bu bina tehmaqda projelərində olmuşdu. Bu puldan da bir miqdarını qoymuşdu bu bina işlərində. Hər halda bu puldan, ki bunun nağılı uzundur və bunların da arasında sonra ixtilaflar çıxdı. Məsud Ənsarinin sözündə var ki, burada 23 milyard dolarlıq pul var bu hesabda. O qədər götürüb apara bilib yəni. Bu pullar yığışıbdı, olubdu 23 milyard dolar. Bu dedim, burada başqa projelər də olubdu. Ancaq burada bir söhbət var ki, bu pulu nə şəkildə, yəni o pulla başqa şəxslər də ki var idi, şahın əmin adamları var idi, onlar da pul artırmışdılar, vermişdilər. Və bu pulları verəndə orada bir vəsiyyət var, o trustidən. O vəsiyyətdə deyilir ki, bu şərt ilə bu pulu verməlisiniz Rıza Pəhləviyə ki, o İranda şah ola. Kral ola. Şah olmayacaqsa getdi işinə ya, bu pula çatası deyil. İndi bu deyirəm, adamı nəsə yerləndirir də, yoxsa boş-boşuna deyil. Təbii. Mən xoşum gəlmir insanların şəxsi məsələsindən danışam. Vəli bunlar vardı ki, bilirsiniz, bunun öz həyat yoldaşı Rızanın. Başqa bir nəfər ki, yox, neçə nəfərlərlə get-gəldədir, irtibatı var. Və bunu istəyib də ki, boşasın. Ancaq bunu Fərəh qoymayıb ki, bunun öz anası ki, bunu boşaya. Ona görə ki, əgər boşasa, bu mal, dövlətin yarısını o yoldaşına verməlidir. Ona görə. Siz bəs bunlar bu iqtisadi məsələni yenə də bunun yaşayışında nəzərdə almalısınız. Və o İsraillilərlə görüşdə də eşidilən senaryolardan biri budur ki, eləyə bilər
onların planlarından budur ki İranı parçalayalar. Azərbaycan özünə bir əyalət olar, ölkə olar, Kürdlər o cür, Ərəblər başqa, Bəluçlar başqa və ortada bir tükərdə qala. Rıza Pəhləvi ki, indiyənəcən bir elə deyər ki, bu İranın bu pişiyə oxşar cızığına heç kim əl vura bilməz. Orada danışığında Netanyahu deyib ki, elə mənə bir kət də versəz ki, orada şah olan mənə kifayətdir.